3 milyon şəxsi heyətdən ibarətdir və illik müdafiə büdcəsi 670 milyard dollardır. Əskərlik əsasən 18 yaşdan yuxarı, gəlir səviyyəsi aşağı olan şəxslərdən ibarət muzlu birliklərdən formalaşır. Ordu daxilində qadınlar da kişilərlə birlikdə vəzifə yerinə yetirirlər və dünyanın müxtəlif ölkələrində yüzlərlə hərbi bazaya sahibdirlər. 4 iyul 1776-cı ildə qurulan Amerika Birləşmiş Ştatları dünyanın ən böyük silah və müharibə təşkilatçılarından biri kimi də görülür. Ümumilikdə Amerika dövlət quruluşunu və yaşam standartlarını tanıdıq. Xülasə etsək, orada həm vəzir ola bilərsiniz, həm də rəzil. Bunun %80-i sizin əlinizdədir, %20-si isə şansınıza qalır. Dostlar, videonu bəyəndinizsə, kanala abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Sağ olun və Allah amanında qalın.